Salam aleyküm, əziz şagirdlər, əziz abituriyentlərimiz. Bugünkü qəbul imtahanının suallarına baxacağıq. İkinci qruplar üçün keçirilən qəbul imtahanında istifadə olunan testlərdir. Birinci sual limit sualıdır. Çox rahat sualdır. Deməli, sonsuzluq böl sonsuzluq tip limitlərdə ən böyük dərəcəli hədləri saxlayırıq, qalan hədləri silirik. Yəni, burada biraz uzun həll eləmişik, amma daha qısa yolumuz necədir? Bərabərdir. Limit yenə en sonsuzluğa yaxınlaşdıqda yuxarıda kök altda 49n'ı saxlayacaq. Aşağıda da kök altda 16n'ı saxlayacaq. Bir kökdə yazsaydıq limit yenə yazaq en sonsuzluğa yaxınlaşır. Kök altında 49 bölünsün 16 qalır. Yəni n'lər ixtisar gedir. O da bərabər 4'də 7. D bəndi. Keçək növbəti sualımız. Bir üçbucaq sualıdır. ABC üçbucağının müxtəlif tərəflidir. Deməli, tərəfləri AB 5'dir. Ümumiyyətlə, həndəsə suallarının bir qaydası var. Nə var? Üzərinə qeyd eləmək lazımdır. Bura isə 12'dir. Deməli, biz deyirik ki, əgər B bucağı 90 olsaydı, AC tərəfi 13 olacaqdı. Doğrudurmu? İndi biz deyirik ki, bunların fərqindən çox olmalıdır. Yəni, AC tərəfi 12 ilə 5'in fərqindən çox, 13'dən az olmalıdır. Yəni 7 ilə 13 aralığında. Burada olan tam ədədlərin sayını istəyir. 8, 9, 10, 11, 12. Neçədən oldu? Burada müxtəlif tərəfli dediyi üçün, baxın, bu biraz çətin sualdır. Yəni, əgər burada müxtəlif tərəfli deməsəydi, cavab 5 olacaqdı. Amma cavabda 5 olmamağı yaxşı aldı. 12'ni niyə götürə bilmirik? Çünki 12 müxtəlif tərəfli şərtini pozur. Ona görə cavabımız nə olacaq? 4. Çox gözəl bir sualdır. Həm də biraz çətin sayılır. Üçüncü sualımız. Həcm sualı. Həcm sualı çox qəliz olmalı deyil. Həcmi 729 kub santim olan kubdan tilləri 4, yəni AB tərəfi 4, AC 7 olan piramida kəsilmişdir. Bu şəkildə göstərilibdir. Kubun qalan hissəsinin həcmini tapmaq lazımdır. Deməli, kubun ümumi həcmini biz bilirik. A kubu olduğu üçün A bərabərdir 9 olacaq. Yəni 729 9'un kubudur. A'nı tapdıq. Sonra nə edə bilərik? Piramidanın həcmini tapaq. Deməli, piramidanın həcmini tapanda olmalıdır nə? 3'də 1 S oturacaq, vurulsun hündürlük. 3'də 1 qalsın qabaqda. Gəlirik belə. Üçbucağın sahəsi nəyə bərabərdir? Bizim hündürlüyümüz 9'dur. Bundan bir problemimiz yoxdur. Yəni hündürlük, piramidanın hündürlüyü də kubun hündürlüyü ilə eynidir. Yəni yazmalıyıq 3'də 1 vurulsun 9. Doğrudurmu? Gəlirik burada düzbucaqlı üçbucağın sahəsi lazımdır. O da nə olacaq? AB vur AC böl 2. AB və AC'nin qiymətləri var bizdə. 4 vur 7. Yəni yazacaq nə? 3'də 1 vurulsun. 2'də 1 AB AC vur AD. Buradan yerinə qoysaq cavabı nə alacaq? 42. İndi bizə də nə lazımdır? Kubun ümumi həcmi 729 kub santim idi. 42 kub santimdə piramidanın həcmidir. Yerdə qalan nə qədər olmalıdır? 687 kub santimetr. Keçək növbəti sualımız. Çox maraqlı, çox gözəl bir sualdır. Deməli, 9 üstü sinus x funksiyasının qiymətlər çoxluğunu istəyir. Qiymətlər çoxluğu sinusun ala biləcəyi ən kiçik qiyməti -1'dir. Ən böyük qiyməti də müsbət 1'dir. Deməli, onda 9 üstü müsbət 1 neçə eləyəcək? 9 eləyəcək. 9 üstü -1, 1 böl 9, yəni 9'da 1 eləyəcək. Cavabımız hansı olacaq? D bəndi. Aydındırsa davam eləyək. Sonra 5-ci sual. Deməli, funksiyanın artma aralığını tapın. Ümumiyyətlə, artma azalmanı istəyəndə biz törəməsini alıb, əgər artmanı istəyərsə böyük bərabərdir 0 yazmalıyıq. Yəni, törəmənin qiymətinin 0'dan böyük bərabər olduğu yeri tapmalıyıq. Əgər azalma istəsəydi, kiçik bərabər 0 yazmalıyıq.
Onda deməli törəməsini alsaq nə olacaq? 2x çıxılsın 2. 2x çıx 2 ifadəsini əgər artma dediyi üçün böyük bərabər 0 eləyəcəyik. Bu bərabərsizlikdə nə almış oluruq? 1-dən müsbət sonsuzluğa. Məncə maraqlı bir sual idi. 6. Baxaq. Perimetri 20 olan bərabər yanlı trapesiyanın yan tərəfi orta xəttinə bərabərdir deyir. Yan tərəf orta xəttə bərabərdir. Və trapesiyanın yan tərəfinin uzunluğunu tapmalıyıq. Biz deyirik ki, orta xəttimiz oturacaqlar cəminin yarısıdır. Yəni A ilə B-nin cəminin yarısı 20-dir. Onda A ilə B-nin cəmi nəyə bərabər olur? A ilə B-nin cəmi nə olacaq? Bizə perimetri 20-dir. Düzdürmü? Yəni A üstəgəl B böl 2C-yə bərabərsə A üstəgəl B-nin yerinə biz yaza bilirik 2C. Yan tərəflərdə yenə C-yə bərabər olduğu üçün deməli 2C üstəgəl 2C bərabərdir 20-yə. Buradan C olacaq 5. Yəni bir dənə yan tərəfimiz neçə olacaq? 5 santimetr. Keçək. 7. Bu faiz məsələsidir. Çox maraqlıdır. Məktəb olimpiyadasında 200 oğlan oxuyur, 300 qız iştirak edibdir. Oğlanlar bütün iştirakçıların neçə faizidir? Deməli, bütün iştirakçılar nə qədərdir? 500 dənə şagird iştirak edib, məktəbli iştirak edib. 500-ün hamısı 100%-dirsə, yəni biz belə yaza bilərik, 500-ün hamısına 100% desəydik, 100%. Deməli, bizdən nə istəyir? Oğlanları istəyir. Doğrudur. 200 x faiz. Deməli, bu faiz məsələlərinin ən gözəl yolu tənasüb yolumuzdur. Yəni, buradakı həll yolumuz qəşəngdir, amma tənasüb yolunda nə edəcəyik? Ədəd, yəni eyni tip kəmiyyətləri alt-alta yazmalıyıq. Yəni, faiz faizin altından yazılmalıdır. Ədəd ədədin altından, kiloqram kiloqramın altından və s. Buradan da çarpaz vurub tapacaq ki, x bərabərdir 40%. Çox maraqlı bir sualdır. 8. Deyir, sinus x çıx kosinus x bərabər 0. Bu illərlə düşən sualdır. Çox maraqlı bir sual tipidir. Deməli, burada nə edə bilirik biz? Sinus x bərabər kosinus x. Yəni, bir-birinə bərabər olduğu halda bunlardan, məsələn, ən yaxşı variantı belə eləyə bilərik. Sinus x bərabər kosinus x. Təbii ki, bunların heç biri sıfıra bərabər deyil. Çünki sıfıra bərabər olsa biz hər tərəfi sıfıra bölmək kimi bir problem qarşısında qalarıq. Ona görə burada kosinusu sıfırdan fərqli götürsək, hər tərəfi kosinus x-ə bölsək, nə alınacaq? Tangens x bərabər 1. Tangensin 1 olduğu yer haradır? Pi böl 4'də alır. Üzərinə gəl pi k. K da daxildir. Tam ədədlər olan z-ə. 9. Yenə çox maraqlı bir sualın üzərinə qalıb. A və B-nin hansı qiymətlərində çoxhədlinin qüvvəti 5-ə bərabərdir? Deməli, biz deyirik ki, çoxhədlinin qüvvəti onun içərisində daxil olan bir hədlilərin qüvvətindən ən böyüyünə bərabərdir. Bizdə 3x-8 var. Deməli, bunu sadələşdirsək, orada x-8 qalmamalıdır. Ona görə baxırıq ki, 3x-8 ilə minus a x-8 topladıqda, çıxdıqda neynəsək 0 olmalıdır. Deməli, buradan a-nı alırıq məcbur 3. Doğrudurmu? Yəni, 3x-8 çıx 3x-8 olmalıdır ki, cavabımız x-8 qalmasın. Yəni, a-nı 3 aldıq. Digər tərəfdən x-6 da qalmamalıdır. Burada nə edə bilirik biz? Deyirik ki, b x-6 var, 2x-6 var. Bunları da topladıqda islah olunur. Yəni, toplayanda sıfıra bərabər olur. Ona görə burada b nə olacaq? B də olacaq mənfi 2. Və ya bu formada sadələşdirib yazdıqda görəcəyik ki, orada x-5-dən böyük hədlər qalmamalıdır. Yəni 3 minus a-nı 0 eləyib a-nı 3 alacağıq. B üstəgəl 2-ni 0 eləyib b-ni mənfi 2 almış olacaq. Qəşəng suallar bunlar. 10. Diqqətli oluruq. Tənliklər sistemindən x, y hasilini tapın. Əslində bu çox rahat bir sualdır. Necə eləyəcək? Müxtəsər vurma düsturuna gətirəcəyik.
Yəni buradan 2x, y-i saxlayıb yerdə qalanını kənara eləməliyik. Yəni belə bir düstur yazmalıyıq. Burada nə almış oluruq? X çıx y-in yerinə 1 yazsaq, 1'in kvadratı 1, çıx 4xy bərabər mənfi 47. Buradan 4xy müsbət 48'e bərabərdir. Xy də olacaq 12. Hələlik maraqlı suallardır. Baxaq görə sonra nə edə bilərik? 11. Deyir, müstəvidən 8 desimetr məsafədə olan nöqtədən müstəviyə uzunluğu 16 olan mail çəkilmişdir. Perpendikulyarın mail üzərindəki proyeksiyasını tapın. Bu biraz çətin sualdır. Baxaq görə nədən söhbət gedir. Baxın, biraz təsəvvür məsələsində çətinliyimiz var. Müstəvidən 8 məsafədə olan nöqtədən müstəviyə 16 olan mail çəkilir. Deməli, hündürlüyümüz 8'dir. Mailin uzunluğu isə 16'dır. Onda buradan belə bir nəticəyə gəlirikmi ki, mailin müstəvi ilə əmələ gətirdiyi bucaq neçə dərəcə olacaq? 30 dərəcə. Doğrudur. Deməli, bura 30 dərəcə olanda bizim AC'miz nə qədər olmuş olur? AC'miz olur. Biri deməli 8, 16 var idisə, AC'miz olacaq nə qədər? 8 kökdə 3. Buradan da belə bir nəticə alırıq ki, bizə nə veribdir? Burada nə almış oluruq? Deməli, BAC'ni 30 dərəcə aldıq. BC də perpendikulyar. Doğrudur mu? İndi CD bizdə. CD buradan hündürlük çəksək, 8 kökdə 3, 30 dərəcə varsa, onda DC nə qədər olacaq? DC. DC bunun yarısı olacaq. Yəni DC, buradan çox rahat alırıq ki, 30'un qarşıdakı tərəf 4 kökdə 3 olacaq. Onda AD isə 4 kökdə 3'ün bir dənə də kökdə 3'ü hasilidir. Olacaq neçə? 12 santim. Deyirik ki, buradan baxın, buranı 12 alsaq, yerdə nə qədər qalmalı ki 16 olsun? 4 santim. Ona görə də BD-nin uzunluğu olmuş olacaq 4 santim. Çox qəşəng bir sualdır. 12 biraz maraqlı sualdır. Diqqət edirik. Deyir ki, bowling liqasının oyuncuların nəticələri eyni nəticə göstərən oyuncuların sayı cədvəldə verilmişdir. Verilmiş nəticələrin medianı ilə modasının fərqini tapın. Əvvəlcə belə bir şey eləyirik. Moda bunların içərisində ən çox təkrarlananların sayıdır. Yəni ən çox hansı təkrarlanır? O moda idi. Median isə kiçikdən böyüyə doğru ardıcıl yazsaydıq, əgər tək sayda olsa ortada olan olurdu. Əgər cüt sayda olsaydı, ən ortada olan ikisini toplayıb yarıya bölməliyik. İndi baxaq, gəlin baxaq. Deməli, burada biz ardıcılıqdan yazsaq 2 dənə 125 var. Oyuncuların sayını göstərdiyi üçün 4 dənə 130 var. 2 dənə 135 var. 1 dənə 140. 3 dənə 145. 2 dənə 150 var. Buradan biz baxa bilirik ki, əslində cədvəldən də görürük ki, modamız neçə olacaq? 4 dənə təkrarlandığı üçün 130 olacaq. Modanı çox rahat tapa bilirik. Qalır bizim medianın tapılması. Sayına baxsaq, görəcəyik ki, nədir? Cüt saydadır. Deməli, cüt saydadırsa, ortada olan ikisi hansılardır? 135 ilə 135'i toplayıb yarıya bölürük. Deməli, bunun medianı da orada olan 135 yox, sadəcə cavabımız 135 alınmış olur. Çünki toplayıb yarıya böləndə nə olacaq? 135. 135'dən də 130 çıxsaq, cavabımız qalacaq 5. Çox maraqlı bir sualdır. Geçək. Silsilə sualımız. Baxaq görə bu da maraqlı sualdırmı? Ədədi silsilənin ilk 10 həddinin cəmi 220'dir. Yəni S10 220'dir. 220'den böyükdür. 260'dan isə kiçikdir. Bu silsilənin birinci həddi 7'dir. Bütün hədləri natural ədədlər olarsa, silsilə fərqini tapın. Biz SN-in düsturunu bilirik. Nə olacaq?
2a1 üstə gəl n çıx 1 vurdu. Böl 2 vur n düsturundan. Deyir ki ilk 10 ədədin 220'den çoxdur. Yerinə yazaq. Deməli S10 220'den çoxdur. 260'dan azdır. Buradan bak belə bir şey aldıq ki ne baş vermiş olacaq. Bakın. Deməli hər tərəfi 5'ə bölsək D'nın qiyməti olmalıdır. D'nin qiyməti olmalıdır. 3 tam 3'də 1'dən çox. 4 tam 9'da 2'den az. Bu aralıkta olan tam ədəd D da olacaq 4. Keçək. 14. sual. Deyirik ki loqaritmik bərabərsizlikdə əsas diqqət etməli olduğumuz yer nədir? Loqaritmanın, yəni mörtəzənin içərisi müsbət olmalıdır. Gəlin baxaq. Burada deməli biz nə edə bilirik? Bu bərabərsizliyin bu halını 2'ni biz 3'dən 9 göstərsək, loqaritma 3'dən olduğu üçün, yəni əsası 1'dən böyük olanda bərabərsizlik olduğu kimi qalacaq. Yəni bu ifadə 9'dan kiçik bərabər yazacaq. Eyni zamanda buradan aldıq ki x'in cavabı, baxın bərabərsizliyi həll elədik çox rahat. X'in cavabı nə olacaq? -3 ilə 2 aralığında olacaq. Bizdən də ən kiçik həllini istəyir. Buradan da cavabı -3 tapmış olacaq. Bəs yaxşı, deyə bilərsiniz ki, müəllim, bu onsuz da qapalı sualdır. Biz bunu daha tez eləyə bilərik mi? Bəli. Mən olsaydım belə bir iş görərdim. İlk öncə cavabların arasından ən kiçiyini götürərdim. -5'i qoyardım. Əgər ödənirsə cavabımız budur. -5'i qoyanda 25, 28 çıxılsın 5. Neçə elədi? 28'den çıxdıq 5. Qaldı 23. 3'ten 23. 2'den kiçikdir. Yox. Çünki 3'ten 9 2'den kiçik bərabər olar da. Deməli cavab D deyil. Eyni zamanda -4'ü yoxlayardım. -4'ü yoxlasam 16 çıx 4, 12, o da 3, 15. 3'ten 15 2'den daha böyükdür. Yəni bu bərabərsizliyi ödəmir. Sonraki ifadə -3'ü qoysaq ne olacaq? 9. 3'ten 9 kiçik bərabər 2 ödüyor. Yes, sevindik. Aydındır mı? Yəni ən qapalı sualların həll yolunun ən gözəli budur. Qiymətlərdən qayıtmaq daha işimizi tezləşdirəcək. Bu da bir digər həll yolumuz. 15'ə baxaq. Kompleks ədədlərin hasilini soruşur. Çox sadə, çoxhəddini çoxhəddiyə vurma qaydası kimi bir-birinə vurub açacağıq. Burada nə olacaq? Vurub açılmaq həllimizdə yazmışıq. Nə baş verəcək? Deyirik ki, sadələşdirəndə i kvadratın yerinə -1 yazacağım. 6 i'lər getdi. 6 üstə gəl 6'da 1. O da olacaq 6'da 37. Keçək. 16. Deyir A və B nöqtələri koordinat başlanğıcı nəzərən simmetrikdir. Burada belə bir qayda alırıq ki, nəyə nəzərən simmetrik olsa o qalırdı, o birisi koordinat dəyişirdi. Koordinat başlanğıcına nəzərən simmetrik deyəndə hər iki koordinat işarəsinin əksini dəyişir. Yəni A neçə idi ki gəlib 2 olub? Deməli A -2 olub ki, -2 olub ki, dəyişib koordinatını müsbət 2 verib. A'da koordinat y'imiz 3 idi. Dəyişib B'miz nə olmalıdır? -3 olmalıdır. Tapdıq ki, yes, sevindik. Və ya x'lərin cəminin yarısı 0 verməlidir. Yəni nəyə nəzərən deyirsə, toplayıb yarıya böləndə nəzərən olan olacaq. Yəni koordinat başlanğıcı 0, 0 olduğu üçün biz nə edəcəyik? Toplayıb yarıya böləndə 0 olmalıdır deyib bu cürdə tapa bilərik. Keçdik. 17. Baxaq görək nə edək. Paralelogramın hündürlükləri 6 kök3'dür və 8'dir. Onların arasında qalan bucaq 60'dır. Paralelogramın sahəsini tapın. Çox super bir sual tipidir. Amma diqqətimizi çəkən məqam nədir? Hündürlüklərin arasında qalan bucaq hər zaman paralelogramda
İti bucağı bərabər olmalıdır. Doğrudurmu? Deməli, paralleloqramın iti bucağı 60 dərəcədirsə, hündürlüğün biri 8'dirsə, tərəfimiz nə olmalıdır? Ya buradan tapa biləcəyimmi? Yəni, məsələn, 60'ın qarşısındakı 6 köklü 3'dürsə, bir dəqiqə tələsməyin. 60'ın qarşısındakı C bucağı 6 köklü 3'dürsə, deməli 30'un qarşısındakı nə qədər olacaq? 6 olacaq. BC tərəfimiz də olacaq 12. Bu tərəf məlumdur. İndi baxın bura. Deməli deyirik ki 60'ın qarşısındakı 8'dirsə, onda AF'imiz nə qədər olmalıdır? 8 böl köklü 3. Onda AB'miz də 16 böl köklü 3 olacaq. Doğrudurmu? Doğrudur. İndi sahəni tapanda nə edəcəyik? Deməli AB tərəfimiz məlumdur. BC tərəfimiz məlumdur. Arada qalan bucaq sinus olduğu üçün sinus 120'nin cavabı ilə sinus 60'ın cavabı bərabər olacaq. Yəni sinusda 180'dən çıxanda qalan bucaqla özünün cavabı eyni olur. Yəni sinus 120 ilə tutaq ki sinus 60 bərabərdir. Sinus 30 ilə sinus 150 bərabərdir və s. Yəni hamısı birbirine bərabər olacaq. Ona görə bu düsturumuza görə nə baş vermiş olur? 12 vur 16 böl köklü 3. Vur sinus 60'ın cevabı neçə olacaq? Köklü 3 böl 2. Buradan da almış oluruq 96 santim kvadratı. Keçək. Çox maraqlı bir sualdır. Kürənin radiusunu 5 dəfə artırdıqda həcmi necə dəyişər? Baxın, diqqətli oluruq. Radius nə ilə ölçülən kəmiyyətdir? Santimetrlə. Yəni xətti ölçünü n dəfə artırdıqda sahəni soruşsaydı kvadrat alacaqdıq. Həcmi soruşduğu üçün kub almalıyıq. 5'in kubu da neçə eləyəcək? 125 dəfə artmış olacaq. Çox maraqlı suallar. Bura qədər cəmi bir dənə biraz çətin sualımız oldu. Qalanları çox da çətin olmalı deyil. Yəni başa düşüləndir. Ən azından biz anlaya biləcəyik. Buyurun. Tənliyi həll edin. Baxın, bunun həll edəcəyik. Amma gəlin belə bir daha qısa yol tapaq. Əgər bizə tənliyi həll edin şərti verərsə, qapalı suallarda çox rahat bir yolumuz var. Çox olan cavabdan suala qayıdacağıq. Baxın, tutaq ki A bəndini və ya D bəndini və ya Y bəndini birinci yoxlamaq istəyirəm. Məsələn, A bəndindən -1'i yoxlayıram. -1 tənlikdə ümumiyyətlə ödənərsə, deməli cavab doğrudur. Gəlin baxaq ki, -1 ödənirmi? Yəni həll yolumuz var və baxa bilərsiniz, amma həll yolu xoşumuza gəlmir. Yəni daha tez tapa biləcəyimiz bir yol var. -1'i qoysaq, birincidə nə olacaq? 1 çıx 1 çıx 6, yəni 36 üstəgəl nəysə. Deməli 36'nın üzərinə müsbət bir ədəd ən az 0 gəlsə, cavab 0 ola bilərmi? Xeyr. Deməli -1 olan cavabları silməliyəm, gedir. Gəlin baxaq. D bəndi hələlik cavablar arasında qaldı. 2'ni götürüb qoyub yoxlayaq. Niyə? 2 maraqlıdır deyil. Ən azı 2'ni qoyub yoxlayaq. Çünki 2 düz olsa cavabımız C olmayacaq. 2 düz olmasa cavabımız C olacaq. Niyə? Yəni 2 doğru deyilsə biz 2 olan cavabları siləcək, gedəcək. 2'ni məsələn burada yerinə qoysam görəcəm ki burada müsbət bir şey alınır. Deməli 2 ola bilməz. Bir dənə cavabımız qalır C bəndi. Və ya moduldan cavab mənfi çıxmır. Kvadratdan mənfi çıxmır. Ona görə məcburuq ki bunların cəminin 0 olması üçün hər ikisini 0'a bərabər eləyək. Buradan da x'in cavabını alırıq və mütləq ən birincidə yoxlamaq lazımdır. Onsuz da biz yoxlamalıyıq. Sonra əvvəldən yoxlayıb cavabı tapa bilərik, deyil mi? O daha məncə məntiqlidir və daha rahatdır. 20. A və B vektorları verilibdir. K'nın hansı qiymətində 3A üstəgəl B vektorunun uzunluğu 17 olar? Əvvəlcə biz 3A'nı tapaq. Sonra üzərinə B'ni gələk. 3A deyəndə 3'ü vektorun koordinatlarına vurduq. Üzərinə gəl B yazıbdır. 3'ü vurduq. Oldu belə bir şey. Üzərinə B vektorunu gəlmişik. Son nəticəmiz olub belə bir şey. Vektorun uzunluğu dedikdə
Uygun koordinatların kök altında kvadratları cəmi, baxın, kvadratları cəmi bərabər olub 17-yə. Kvadrata yüksəltsək, deməli bu mötərizənin içərisini 0 götürməliyəm. Çünki 289'lar bərabər olması üçün. Buradan da alırıq ki, k bərabərdir -5. Ümid edirik ki, aydındır. Keçək. 21. B parametrinin hansı qiymətində bərabərsizliyin sisteminin yeganə həlli var? Baxaq görək necə eləyərik. Deməli birincidə x bundan böyükdür. İkincidə də x bundan kiçikdir. Bir dəfə böyük bərabər və kiçik bərabər veribsə, biz bunların, baxın, x-in qiymətini elə ki, x bundan böyük bərabər olsun. Bax, belə verib də, yəni. O birisində də həmin x-in qiyməti kiçik bərabər bu ifadədən. Bunu bir bərabərsizlikdə qeyd eləsək, baxın, bax, belə bir şey alırıq. Baxın, bir bərabərsizlikdə qeyd eləsək, belə bir şey alırıq. Buradan x-i hələlik çıxardaq, söhbətdən kənara çıxardaq. Buradan sol tərəfə keçirsək, alırıq bax, belə bir bərabərsizlik. Burada da b çıx 4'ün kvadrat 16'dan kiçik bərabərdir. Biz də düşünürük ki, bunu yalnız b-nin 4 qiymətində nə olacaq? Yəni 0'dan kiçik ola bilməz də bizdə. Doğrudurmu? Baxın, bu ifadə 0'dan kiçik ola bilməz. Yəni bu tam bir kvadratdır. Tam kvadrat 0'dan kiçik ola bilmədiyi üçün məcburdur ki, neynəsin? Məcburuq ki, neynəsin? Yalnız 0'a bərabər ola bilər. Doğrudurmu? B çıx 4'ün kvadratı 0'dan kiçik bərabər 16'ını düz yazmamışıq. 0'dan kiçik bərabər olduqda B yalnız 4 qiymətində doğrudur. Baxın, B'nin 4 qiymətində bu bərabərsizlik düz olmuş olacaq. 22. Baxın, bu sual təkrarlanan permütasiyalardır və bu sual çətin sual sayılır. Baxın, bu sualımız biraz çətin sual sayılıbdır. 7 rəqəmli ədədin rəqəmlərinin yerini dəyişməklə 6 rəqəmi ilə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar? Ümumiyyətlə 7 dənə sıfırdan fərqli rəqəm verdiyi üçün biz nə edə bilərik? Nə edə bilərik? Deyir ki, 6 ilə başlayan dediği üçün birinci yerdə biz 6 yazmalıyıq. Doğrudurmu? Baxın, birinci yerdə biz 6 yazmalıyıq və bu dəyişmir. Yəni bu 6 dəyişməyəcək. Ona görə 6'nı ümumi siyahıdan silirik. Qalır bizim 7 rəqəmimiz var idi. 6'nın özünü yazdığımız üçün 6 dənə rəqəm qaldı. Doğrudurmu? Onda ümumiyyətlə 6 rəqəm sıfırdan fərqli olduğu üçün biz yuxarıya, yəni sürətə yazmalıyıq 6 faktorial bölünsün. Həmin rəqəmlərin hər birinin təkrarlanma sayına uyğun faktorialların hasili. Yəni 6'nı ən başa yazdığımız üçün olacaq 2'dən 1 dənədir. Ona görə olur 1 faktorial vurulsun. 5'dən 2 dənə, 2 ədəd var olduğu üçün. Yəni 2 dənə 5 istifadə edildiyimiz üçün 2 faktorial vurulsun 3 faktorial. Buradan da biz alırıq ki, cavabımız 60. Bu çətin sualdır və çox diqqət tələb edir. Keçirik 23'ə. Deməli, A, B, B, C, C, D, D, A 12, 8, 2, 3 nisbətində verilib. A, Y, B bucağını tapın. Biz bilirik ki, dairə 360 dərəcədir. Ona görə bu nisbətdə verdiyi üçün birinə 12K, 8K, 2K, 3K yazsaq nə baş vermiş olacaq? Toplayıb buradan K'nı 360'a bərabərləyib K'nı tapırıq. K'nın qiyməti neçə olacaq? 72 böl 5. İndi bizdən hansı bucaq istəyəcək? Y bucağında. Yəni B, A, Y və yaxud da A, Y, B bucağını istədiyi üçün A, Y, B bucağı vətərlər xaricdə kəsişəndə uyğun qövslərin fərqinin yarısı olmalı deyil. Yəni AB qövsü çıxılsın CD qövsünün dərəcələrinin fərqinin yarısına bərabər olmalıdır. Daxildə kəsişsəydi cəminin yarısı olurdu. Xaricdə kəsişəndə nə olur? Fərqinin yarısı olur. Buradan da alırıq
K'nın yerine de qiymətini yazsaq 72 dərəcə. Çox maraqlı bir sualımızdır. Keçək. Növbəti sualımız baxaq görək nədir? 24. M'in hansı ən kiçik tam qiymətində parabolanın təpə nöqtəsi birinci rübdə yerləşir? Təpə nöqtəsinin x-i və y-i hər ikisi müsbət olmalıdır. Yəni, təpə nöqtəsinin x koordinatını tapanda nə olmalıdır? Mənfi b böl 2a düsturundan biz burada yerinə yazsaq, baxın, bu da müsbət olmalıdır. Y-in də cavabı müsbət olmalıdır. Biz birincidən m-i tapa bilərikmi? Baxın, mənfi b böl 2a düsturundan bu müsbət olması üçün 2, ya 2'lər ixtisar getsə, m çıx 5 sıfırdan kiçikdir. Eyni zamanda biz y-in koordinatını da tapmalıyıq. Doğrudur mu? O da olur mənfi diskriminant bölünsün 4'a. Bunu gətirib yerinə yazsaq, buradan deməli m kiçikdir 5 alacağıq. Bir dəfə də m böyükdür 2,5 alacağıq. Bu aralıqda olan ən kiçik tam qiymət neçə olacaq? 2,5'dən çox, 5'dən az. O da olacaq neçə? 3. Çok güzel, maraqlı bir sualımızdır. Keçək. 25. Buyurun. Çok güzel bir sualdır. Baxırıq nəyə? Baxın. Deyirik ki, kosinus 25 vur kosinus 65'i çevirsəydik sinus 25 olardı mı? Niye sinus 25 olur? Çünkü biz deyirik ki, biri digərini yəni tamamlayıcı bucaqlar, yəni cəmi 90'a bərabər olan bucaqların birinin sinusu digərinin kosinusuna bərabərdir. Veya birinin tangensi digərinin kotangensinə bərabərdir. Bunlar da birinci rübdə tamamladıkları üçün, yəni 90'a tamamlayan bucaqların, deməli 25 ilə 65'in cəmi 90 olduğu üçün biri olacaq kosinus 25 vurulsun kosinus 65'i çevirip eleyebiliriz sinus 25. Bakın burada dikkat edin. Altını 3 vur 2 kimi yazdık. Burada da oldu 2 kosinus 25 sinus 25. O birlər hələ yerində qalıbdı. Deməli bu olacaq sinus 50. Deməli sinus 50 ilə də kosinus 40 ixtisar gedir. Qalır nə? Kök altda 3 üstə gəl 1 vurulsun. O birisinde de 3 vur kök altı 3 minus 1. Buradan da almış olur ki ne almış oluruz? 2 vurulsun 3. 2'ni hardan aldık? Kökte 3 çık 1. Kökte 3 üstə gəl 1. Birbirine vursak a çık b. A üstə gəl b düsturundan. Kök altta 3'ün kvadratı çık 1'in kvadrat. Oradan alarıq 2. 2 vurulsun 3. O da beraber olur 6'ya. Geldik integral sualına. Şagirdlərin zəhləsi gedən sualdır, amma bu mövzulardan onsuz da çətin sual düşmür. Niye düşmür? Çünkü çok adam bunu çətin başa düşdüyü üçün bunlardan onsuz da qəbula çətin sual düşmür. Burada ne yazıbdı? Dx böl x. Bu da hazır bir düstur. Yəni törəmənin əvvəlidir. Yəni nəyin törəməsi 1 böl x verəcək? Biz də baxırıq ki, ln x'in törəməsi 1 böl x verir. Yəni ln x 3'ten a'ya kadar beraber 3 ln 2'ye. Buradan da alırıq ki Newton-Leibniz düsturundan ln a çıx ln 3 beraberdir. Neye? 3 ln 2'ye. 3'ü de biz getirsək 2'nin üzerine olacak ln a böl 3 beraberdir. Ln 8'e. Buradan da a bölü 3 beraberdir 8'e. A da olacaq 24. Əslində çox sadə sualdır və illərlə də mürəkkəb sual düşmür. Çünki düşsə şagirdlər xoşbəxt olacaq. Yəni, bu mövzuları biraz qəliz başa düşdükləri üçün ona görə belə olur. Qəşəng. Keçdi 27'ye. Artıq civcivli bölmə gəlib çatıb. Biraz qəşəng suallar. Uyğunluğun deyir, uyğun tərəfləri paralel olan alfa ve beta bucaqları uyğunluq aşağıdakı kimi verilibdir. Biz də bir dənə cəmi qayda bilirdik. Deyirik ki,
Uygun tərəfləri paralel olan bucaqlar veya perpendiküler olan bucaqlar fərqi yoxdur. Bucaqlar bir-birinə bənzəyirsə bərabər olur. Əgər bir-birinə bənzəmirsə, oxşamırsa, onların cəmi 180 dərəcə olmalıdır. Çox sadə. İndi birincidə alfa ilə beta 2-3 nisbətindədirsə, yəqin ki bunlar bənzəməz. Çünki 2-3-ə bənzəmir axı. Ona görə 2x ilə 3x-in cəmi 180-dən, x-i tapdıq 36. Deməli alfamız 2x 2k olduğundan 72 dərəcə olacaq. Betamız da olacaq 108 dərəcə. Bunların fərqi isə olacaq 36 dərəcə. Eyni qayda ilə ikincini də tapaq. Deməli alfamız olacaq 100 dərəcə, betamız olacaq 80 dərəcə. O birisində isə alfa 3 betaya bərabər düsturundan biri olacaq 45 dərəcə, biri də olacaq 3 dəfə çox, 135 dərəcə. Bunların fərqi də oldu 90 dərəcə. İndi cavablara keçirik. Bucaqların fərqi 90-dır. Buradan görürük ki, birincidə fərqi 36 oldu. İkincidə filan, yəni hamısını şərtlərdə göstərmişik. Deməli, bucaqların fərqi 90 olan hansı oldu? Üçüncüdə oldu. Doğrudur mu? 135 ilə 45-in fərqi 90 oldu. Üçüncüdə oldu A bəndi. B bəndinə keçək. Bucaqların fərqi 36 dərəcədir. 36 dərəcə hansında oldu? Birincidə oldu. Niyə? 108 ilə 72-nin fərqi 36 olacaq. Əla. Deməli, nə oldu? 1-ə B yazdıq. 3-ə A yazdıq. C bəndinə baxaq. Bucaqların fərqi 40-dır. Belə bir cavab varmı bizdə? Yoxdur. Çünki fərqi 40 olan olmadı. C bəndi heç bir cavaba uyğun olmadı. D bəndinə baxaq. D bəndi. Bucaqlardan kiçiyi 80 dərəcədir. Bu hansında var? 100 və 80 olan hansı idi? İkinci. İkinciyə yazırıq D bəndi. Daşdəmir bəndi. Bir dənə qaldı Y bəndi. Bucaqlardan böyüyü 135'dir. 135 hansında var idi? Üçüncüdə. Всё. Deməli nə aldıq? 1-ə Bakı bəndi aldıq. 2-yə Daşdəmir bəndi aldıq. 3-ə də Astara və Yevlax bəndləri almış olduq. Keçək. Keçirik 28, 29, 30. Bu suallarda biraz diqqətli olacaq. Çünki bunları izahatlı yazmalıyıq. Deyir ki, sandığın qapaq hissəsi yarım silindirdir. Əla. Aşağıdakı hissəsi eni 0.6 metr, uzunluğu 1 metrdir. Bu da şərtdə göstərilibdir. Nə gözəl. Hündürlüyü isə 0.8 metrdir. Əla. Bu da bir paralelipipeddir. Deyir ki, sandığı hər birinin kütləsi eyni olan 10 dənə əşya qoyularsa, sandığın kütləsi 24 kilogram olur. 10 dənə əşya qoyanda 24 kilogram olur. Sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların birinin kütləsindən 20% çox olan 15 dənə eyni kütləli əşya qoyulduqda isə onun kütləsi 30 kilogram olur. Deməli, birincidə neçə idi? 24 idi. İndi kütləni biz 20% artırsaq, yəni əşyaların kütləsini 20% artırsaq və 15 dənə eyni kütləli əşya qoysaq, kütləsi 30 kilogram olar. Sandığın qapağının açılması üçün 4 rəqəmli parol təyin edildi. Əla, bu bizə verilən şərtlərdir. Deyir, sandığın həcmini tapın. Sandığın həcmini tapmaq rahat olacaq. Niyə? Paralelipipedin həcmini tapa bilirik biz. Pi-ni də 3 götürübdür. Paralelipipedin həcmi nə olacaq? A, B, H. Buradan paralelipipedin həcmini tapdıq. Oldu 0,48. Bir də üstünün qapağı var. Qapaq isə silindir olsaydı nə olacaqdı? Pi r kvadrat vur H olacaqdı. İndi bizə yarım silindir olanda silindiri tapaq. Baxın, silindiri tapaq. Silindirin yarısını götürəcəyik. Deməli, pi r kvadrat vurulsun. Bizdə, baxın, hündürlüyümüz nədir? B götürək də, yəni 1 metr götürək. B. Buradan da alırıq ki, pi r kvadrat, baxın, diqqətli olun. Pi r kvadrat, yəni bizdə 0.6'nın yarısı olacaq radius. Yəni 0.3 olacaq.
Diqqətli olun. Baxın 0.3 olacaq. O birisi nədir bizdə bəs? Pi r kvadrat vur h. 1 olacaq, 0.3 olacaq, bir də pi. Pi'ni də 3 götürmüşük. Buradan da alırıq ki, əslində 0.27 alınacaq. Yəni 270 alınacaq. Yarısını götürsək 0.135 olacaq. Deməli, nə baş vermiş olacaq? 0.48 alt hissəsi idi. 0.135 də üst hissəsidir. Cəm olacaq 0.615 metr kvadrat. Baxın, bir də izah edirəm. Çox gözəl bir sualdır. Deməli, altlığı AB H deyək və ABC deyək. Buradan alırıq ki, 1 vur 0.6 vur 0.8. Biz alt hissəsi 0.48 aldıq. Bu rahat oldu. İndi üst hissə bir silindir düşünsək, silindirin, baxın bura, bu hissəsi maraqlıdır da bizə. Burası bunun, baxın, nə olacaq? 0.6'nın yarısı olacaq. Yəni 0.3. Radiusumuz olacaq 0.3. Və buradan da almış olur ki, pi r kvadrat vur h'dan. Baxın, radiusu burada göstərmişik. 0.6'nın yarısı 0.3 metr. Hündürlüğümüz 1 metr. Ona göre de yarım silindirin həcmi olacaq 2'də 1 pi r kvadrat vur h. Yani B dedik de biz. 1 metr. Buradan alırıq 0.135. Ondan 0.48'i toplayırıq. Alınır 0.615 kvadrat santimetr. Gəlin 29'a baxaq. Maraqlı sualdır. Boş sandığın kütləsini tapın. Baxın, super bir sualdır. Deməli, belə bir şey deyəcək də biz. Biz əvvəlcə neyniyək? Belə bir şey eləyə bilirik də. 10 dənə əşya olanda, sandığın kütləsini x götürsək, əşyaların birinin kütləsini y götürsək, nə baş vermiş olacaq? X üstəgəl 10y bərabərdir 24 kilogram. Baxın, bir izahləyirik. Bax, dedik ki, 10 dənə əşya qoyanda onun kütləsi olacaq 24 kilogram. Yəni, özünün kütləsinə x desək, 10 dənə də y toplasaq, x üstəgəl 10y bərabər 24 kilogram. Sandığın kütləsi dəyişmədi. X üstəgəl, indi baxın, 20% artırsaq, y idi, bayaq 1 y idi. İndi 20% artıranda 1/10'daki y olacaq mı? Yəni 1 y 20% artırsaq 0.12 artacaq, olacaq 1/10'daki y. İndi deyir 15 dənə bu əşyadan qoyaq. X üstəgəl 15'i 1/10'daki y-ə vursaq, eləyəcək 18 y. Bərabər 30 kilogram. Buradan artıq sistem tənliyi alınır. Baxın, bu sistem tənlikdən nə baş vermiş olacaq? X'i tapırıq. Nə qədər? Yoxsa y-i tapırıq birinci. Y-i tapırıq 4/3. 4/3 tapırıq. Sonra da yerinə qoyub x'i tapırıq 16/5. Deməli, y-imiz hər biri 4/3, yəni 0.75 idi. Tənliklərin fərqi yoxdur. Hər hansı birində yerinə qoysaq, x'in cavabı da olacaq 16/5 kilogram. Deməli, boş sandığın kütləsi 16/5 kilogram olacaq. Çox maraqlı bir sualdır. 30 və sonuncu sualımız. Deyir ki, sandığın qapağının açılması üçün təyin edilmiş parolun rəqəmlərin müxtəlif olması hadisəsinin ehtimalını tapın. Gəlin baxaq. Deməli, neyniyəcək? Birincidə, deməli, 10 dənə üsulumuz var. Nə olacaq? 10 üstü 4. Yəni, qapağın açılması üçün təyin edilən parolun rəqəmlərin müxtəlif olma hadisəsi lazımdır. Düzdürmü? Bizdə də neyin yiyibdir? Baxın, bir daha qaydaq suala. Sualda nə veribdir? Deyir ki, açılması üçün 4 rəqəmli parol təyin olunub. Deməli, 4 rəqəmli parol təyin olunubsa, bir dənə diqqətli olaq. Bizdə rəqəmlərin müxtəlifliyi falanlarını hələ qoyuruq kənara. Neçədən rəqəmimiz var? 0, 1, 2, 3, 4, 5 və s. 9. Deməli, 10 dənə rəqəmimiz var. Düzdürmü?
rəqəmlərin müxtəlif olması hadisəsinin ehtimalını tapın. Biz ümumi halları tapsaq, ümumi halların sayı, yəni ki, birinci rəqəmi təyin etmək üçün, yəni mümkün ola bilən bütün halları tapmalıyıq. Birinci rəqəmi təyin etmək üçün nə olmalıdır? 10 dənə rəqəmdən istifadə edə bilərik. 0, 1, 2, 3, 4, 5 və s. 9. Doğrudurmu? İkincini də təyin etmək üçün 10, üçüncünü və dördüncünü. Hamısını təyin etmək üçün biz 10 dənə rəqəmdən istifadə edəcəyik. O da olur 10 vur, 10 vur, 10 vur, 10. Yəni 10 üstü 4. Düz oldu mu? Bu oldu bizdə ehtimalın məxrəcinin cavabı. Yəni bütün mümkün ola bilən halların sayı neçədən olacaq? 10 üstü 4 dən olacaq. Bunu tapdıq. İndi gəlirik surəti təyin etmək üçün. Biz permütasiyanı təyin edə bilərik, amma bunları bilməsək də necə təyin edəcəyik? Bura diqqət edin. Bax, mən belə eləmək istəyirəm. Bu parolları bax belə qoyuram. 4 dənə parol təyin edək. Baxın, biz dedik ki, ehtimalın aşağısını təyin edə bildik. 10 üstü 4. Bunlar işimiz yoxdur. Gəlin də yuxarını təyin edək. Birinci yerə 0 da yaza biləcəyimiz üçün neçədən rəqəm yaza bilərik? 10 dənə rəqəm yaza bilərik. Ya bura 0, 1, 2, 3, 4 və şart 9 da yaza bilərik. İkinci yerə artıq rəqəmin birini yazdığımız üçün əlimizdə bizim 9 dənə rəqəm qalacaq. 10 dənə qalmayacaq axı. Birini yazdıq artıq. İkinci yerə də rəqəm yazıb bitirdik. Üçüncü yerə artıq əlimizdə bizim 8 dənə rəqəm qalacaq. Artıq üçünü yazdığımız üçün o biri yerə 7 dənə rəqəm qalacaq. Ona görə baxın, yazıram 10 vur, 9 vur, 8 vur, 7. Burada isə 10 üstü 4. Onun biri ixtisar gedəcək. Qalacaq nə? 1000-də 9 vur, 8 vur, 7. 1000-lə də 8 ixtisar getsə, qalır 125. Yuxarıda 9 vur, 7. Yəni 125-də 63. Çox gözəl bir suallardır. Hər birinizə uğurlar. Yenə də deyirəm, nə aydın olmasa, nə başa düşməsəniz, rəylərdə bildirin. O sualları təkrar bir izahlayaq. İnşallah bəyənib paylaşmağı da unutmayın. Hər birinizə uğurlar. Gələn imtahan suallarında görüşənədək.